Son illər ölkəmizdə 6 inklüziv təhsil mərkəzi yaradılıb, beynəlxalq ekspertlərlə birlikdə inklüziv təhsil üzrə müəllim inkişafı proqramları hazırlanıb və onların əsasında ibtidai sinif müəllimləri, məktəb direktorları, müəllim professor heyəti, 2000-dən çox tələbə, valideyn inklüziv təhsil üzrə təlimləndirilib. Ötən müddətdə inklüziv təhsilə dair portal da istifadəyə verilib. Bu barədə Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı hesabatının təqdimat mərasimində məlumat verilib. Hesabat Regional İnkişaf İctimai Birliyi tərəfindən British Petroleum Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi layihəsi çərçivəsində hazırlanıb. İnklüziv təhsil layihəsinin rəhbəri Fərid Süleymanov qeyd edib ki, ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində müsbət nəticələr əldə olunub. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 4 orta məktəbdə inklüziv resurs mərkəzlərinin yaradılması, müəllim və valideynlər üçün məlumatlandırıcı seminarların keçirilməsi istiqamətində işlər davam etdirilir. Təhsil Nazirinin müavini Firudin Qurbanov sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramının icrası barədə məlumat verib. Qeyd edib ki, dövlət proqramı çərçivəsində hazırda 12 məktəbdə inklüziv təhsil üzrə pilot layihə icra edilməkdədir. Həmin məktəblərdə inklüziv mühitin yaradılması üçün infrastruktur uyğunlaşdırılıb və müəllim heyəti inklüziv təhsil üzrə təlimlərə cəlb edilib. İnklüziv təhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə Nazirinin müavini İlqar Qasımov, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Leyla Tağıyeva da əlilliyi olan şəxslərin inklüzivlik siyasətindən danışıblar. Diqqətə çatdırılıb ki, əlilliyi olan şəxslərin, o cümlədən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin, şəhid ailəsi üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının inkişafı və təşviqi məqsədi ilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılıb. Bu şəxslərin cəmiyyətə sürətli inteqrasiyası, onların psixi sağlamlığının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməli olduğu da qeyd edilib. Rüstəm Mikayılzadə, Vüqar Həssanov, Alidə Fərhad qızı, ASTV Xəbər.